Putin sülh sənədini qəbul edəcək, bəs sülh hazırdır. Rusiya sənədi qəbul etsə belə sonradan bir sıra bəndləri köklü şəkildə dəyişəcək və ya öz maraqlarına uyğun olaraq çıxaracaq. Böyük ehtimalla sənəd o qədər dəyişdiriləcək ki, əvvəlki versiya ilə oxşarlığı minimuma enəcək. Rusiya bu müzakirələr zamanı da açıq şəkildə göstərdi ki, Alyaska görüşünün ruhunu əsas götürür və həmin razılaşmaların yeni sənəddə əks olunmasını istəyir. Bu sözləri axar-azı açıqlamasında politoloq Turab Rzayev Ukrayna prezidenti Vladimir Zelenskinin elan etdiyi sülh planına Moskvanın mümkün cavabı haqda deyib. Politoloqun fikrincə, Ukraynanın təhlükəsizlik zəmanətləri və gələcək inkişaf yolu ilə bağlı tələbləri Rusiyanın qətiyyən qəbul etməyəcəyi əsas məqamlardır. Münaqişənin başlanmasının əsas səbəblərindən biri NATO-nun şərqə doğru genişlənməsi və Ukraynanın alyansa üzvlüyü məsələsi olub. Əgər Rusiya Ukraynanın NATO üzvü olmaması üçün müharibəyə başlayıbsa, indi NATO-nun 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanəti verən bir sazişi necə qəbul edə bilər? Aydındır ki, bunu qəbul etməyəcək. Zaporojye AES ilə bağlı ABŞ üçtərəfli nəzarət mexanizmi təklif etmişdi. Ukrayna isə ABŞ-la stansiyanın idarəçiliyinin 50-50 nisbətində bölünməsi variantını irəli sürüb. Bu yanaşmada müəyyən ortaq məqamlar mövcuddur. Belə ki, faktiki olaraq ABŞ həmin elektrik enerjisindən birbaşa istifadə etməyəcək və ona düşən 50%lik payın Rusiyaya ötürülməsi ehtimalı da istisna olunmur. Turab Rzayev hesab edir ki, Rusiya Ukraynanın qərb blokuna inteqrasiyasına və NATO-ya yaxınlaşmasına heç bir halda razılıq verməyəcək. Donbas məsələsində də Moskvanın mövqeyi dəyişməz olaraq qalır. Ukrayna Donbası tam şəkildə Rusiyaya vermək istəmir, amma Rusiya Donetsk və Lugansk üzərində tam nəzarətdə israrlıdır. Yalnız təhlükəsizlik və ərazi məsələlərində razılıq əldə olunacağı təqdirdə sülh sazişinin imzalanması mümkündür. Lakin buna qədər Rusiya sənədi öz maraqlarına uyğun şəkildə yenidən formalaşdıracaq və mövcud plan ilkin variantdan xeyli fərqlənəcək. Ermənilər daha bir qonşusundan bu cür oğurlayır. Gürcüstanın Azadlıq Partiyasının başçısı Rezo Şavişvili 1990-cı ildə etdiyi bir açıqlamada demişdi ki, ermənilər əgər Dağlıq Qarabağ mövzusunu açmasaydılar, Gürcüstandakı erməni bölgəsinin Ermənistana qatılması tələbini irəli sürəcəkdilər. Bəli, bu ermənilərin təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, Gürcüstana qarşı da ərazi iddialarının olmasını göstərir. Türkmənçay müqaviləsindən sonra Rusiyanın sayəsində Qafqaza gələn ermənilərin qarşılarında regionda olan bütün xalqlara qarşı bir niyyət var idi. Bütün xalqlar ölməli, region onlara qalmalıdır. Ermənilər fikirləşirdilər ki, Qarabağ, Naxçıvandan sonra hədəf Gürcüstan ərazisidir. Xüsusən də İrəvanda dövlət tərəfindən himayə olunan İCavaq Cəmiyyəti, MİQ Analitik Mərkəzi, Yerkir Birliyi, Virk Partiyası və İCavaq Xalq Hərəkatı açıq şəkildə Gürcüstana qarşı torpaq iddiası irəli sürürlər və iddia edirlər ki, Cavaxetiya tarixi erməni torpağıdır və biz ona sahib çıxmalıyıq. Ehtimal ki, yaxın vaxtlarda Gürcüstan torpaq iddiası ilə yanaşı, soyqırım problemi ilə də üz-üzə qalsın. Çünki sosial media ilə yanaşı, siyasi dairələrdə Tiflisin ünvanına təhdid dolu ifadələr səsləndirilir. Gürcüstanın unitar dövlətdən federal dövlətə keçməsi və Cavaxetiyanın erməni subyekti kimi tanınması ideyası mütəmadi olaraq səsləndirilir. Erməni dilinin bölgədə ikinci rəsmi dil olması tələb edilir. Bugün ermənilər Gürcüstanda konkret yerli xalqa məxsus abidələr, mədəni dəyərlər, mətbəx, musiqi və digərlərini erməniləşdirmək üçün işlər görürlər. Ermənilər qədim Gürcü kilsələrinin divarlarındakı Gürcücə yazıları silib, yerinə erməni dilində daşlar yerləşdirərək binanın yaşını və mənşəyini saxtalaşdırırlar. Ermənilər Gürcülərin məşhur xəngəl, xaçapuri və digər mətbəx nümunələrini öz adları ilə, bəzən kiçik dəyişikliklərlə beynəlxalq festivallarda təqdim edirlər. Gürcüstan şərabın vətəni sayılır. Ermənilər isə ən qədim şərabçılıq bizdədir iddiası ilə bunu mənimsəmək istəyirlər. Sulquni pendiri növünü erməni brendi kimi tanıdırlar. Gürcüstanın Matsoni adlanan süddən hazırlanan milli yoğurtunu oğurlayan ermənilər iddia edirlər ki, bunu qədim ermənilər Yunanlara, onlar da Gürcülərə öyrədiblər. Erməni tarixşünaslığında iddia olunur ki, Gürcü əlifbasını da erməni Mesrop Maştots yaradıb. Gürcülərə məxsus olan bir çox milli musiqi nümunələri və sürətli dağlı rəqsləri erməni mədəniyyətinin bir parçası kimi təqdim edilir. Pələng dərisi geymiş pəhlivan Şota Rustavelinin əsərinin erməni mənşəli olduğu və onun özünün erməni olduğu barədə absurd iddialar irəli sürülür. Şuşanikin şəhadəti Gürcü ədəbiyyatının ən qədim nümunəsi sayılan bu əsərin qəhrəmanı erməni şahzadəsi olduğu üçün erməni tərəfi bu əsəri öz ədəbi irsi kimi təqdim etməyə çalışır.